Salam. Uzun zamandır üzərində çalışdığım bir layihəni sizə təqdim edirəm. Bu layihə bir neçə sənəd sahəsini özündə birləşdirdiyindən həm çətin, həm də müəyyən zaman tələb etdi. Layihədə metal parçasını işləyərək məhsula çevirdik. Sizə təqdim etdiyim bu məhsul latum materialından hazırlanmış kəmər tokkasıdır. Bəzən bir ideyanı reallaşdırmaq üçün sadəcə fikir kifayət etmir. Səbir, zaman, çoxlu sınaqlar lazım olur. Hazırlanma prosesi zamanı müxtəlif üsullar sınadım, təbii ki, səhvlər etdim və yenidən başladım. Amma nəticədə ortaya mənim üçün çox dəyərli olan bu kəmərci layihəsi çıxdı. Burada latum materialından müxtəlif əl işləri, kəmər tokkaları hazırlanır. Hazırlanma prosesi bir neçə mərhələdən keçir. Model hazırlanır, qəlib çıxarılır, metal tökülür. Sonda səth zərgər dəqiqliyi ilə işləndikdən sonra dəri ilə birləşdirilir. Və nəticədə ortaya sadəcə bir kəmər yox, üzərində əl əməyinin, zəhmətin izlərini daşıyan bir sənət əsəri çıxır. Hər bir əsər ideyadan başlar. Siz də şərhlər bölməsində kəmər tokkalarını hansı formada, hansı simvollarla görmək istədiyinizi bildirə bilərsiniz. Növbəti videolarda hazırlanma prosesindən hissə-hissə videolar çəkməklə sizlər üçün də məlumat verməyə çalışacağam. Sizi də maraqlandıran hər hansı bir sual olarsa, şərhlər bölməsində ünvanlaya bilərsiniz. Sağ olun.